Salam əziz izləyicilər. 5 oktyabr 2025-ci il tarixində təşkil edilmiş güvən sınağının 11-ci siniflər üçün testinin izahına başlayaq. Cədvəldəki bizdə uyğunluğu pozan sözləri soruşacaq. Burada birinci üstündə Ç kimi tələffüzü soruşur, digərində isə K kimi tələffüzü soruşur. Kobalt sözündə K səsidir, kibrit sözündə Ç səsidir, müşkül sözündə Ç C səsini ifadə edir. Galaktika sözündə K, K səsini ifadə edir. Nakal sözündə K səsidir. Təkəbbür sözündə isə K səsidir. Deməli, uyğunluğu pozan deyir. Burada K kimi tələffüz edilənlərin deməli, üzərindən xətt çəkirəm, kibritin. Digərində isə K kimi tələffüz edilən sözlərin üzərindən xətt çəkirəm, galaktika sözü və nakalt sözü. Deməli, bizim hansı variantımız qaldı? Burada kobalt Ç kimi deyilmir, Ç səsi kimi tələffüz edilmir. Müşkül sözü, bir də təkəbbür sözü. Cavabımız olacaq 1, 3, 6, o da D variantı. 32-ci sual. Tədarük otağı birləşməsindəki ilk sözün fonetik xüsusiyyəti ilə bağlı nə səhvdir? Biz bildiyimiz kimi tədarük sözü o sözlər qrupundandır ki, məsələn, mübarək, idrak, iştirak, elə tədarük sözünün özü olsun. Tədarük. Tələffüz zamanı Ç olduğu kimi tələffüz ediləcək. Çox hecalı bu tip alınma sözlərdə Ç olduğu kimi tələffüz edilir. Özündən sonra istəyir saitlər, istəyir samitlə başlayan şəkilçi gəlsin, söz gəlsin. Ç ilə Ç səsini vermiş olacaq. Ahəng qanunu pozulub 3 hecadan ibarətdir. Ahəng qanunu pozulubdur. Bəli, yazılışa baxırıq. Hecası. Heca dedikdə yenə yazılışa baxırıq. 3 sait var. Bu doğru fikirdir. Həm qapalı, həm açıq saitlər işlənibdir. Bəli, A və Ü saitləri iştirak edir. Deməli, Ü qapalı saitdir. Tələffüzə baxasıyıq təbii ki. Və A isə açıq saitlərdir. Bu da doğrudur. 2 kar, 2 cingitili samit. Samit isə tələffüzə baxacaq. Baxıb görürəm ki, K və T kardır, D və R cingitili. Bu da doğru fikirdir. Kar samit cütlüyü, kar samit cingitili samit kimi tələffüz olunur. Kar samit, cingitili samit kimi. Burada yazılış və tələffüz arasında fərq olmadığı üçün səs dəyişməsi, fonetik hadisəsi baş verməyib. Ona görə bu fikir yanlış fikirdir. Yazılışı və tələffüzü arasında fərq yoxdur. Bu da doğrudur. Deməli, 32-ci sualda cavabımız D variantı, birinci sualda da D variantı idi. Cədvəldəki sözlərlə bağlı bizdən uyğun fikirləri soruşacaq. Doğrunun altından doğru, yanlışın altından yanlış. Ürək açan sözünün tələffüzünü buradan qeyd edəcəm. Olacaq ürək, daha doğrusu ürək açıqlığı olacaq ürək açıqlığı şəklində tələffüz ediləcək. Ç-yə əvəzlənməsi baş verib. Q və Q-X burada əvəzlənməsi baş verəcək. Təmizlik sözünün tələffüzünü də buradan qeyd edəcəm. Təmizlik şəklində tələffüz edilir. Deməli, 2 fərqli məqam var. L-D-yə çevrilib, Ç, X iştirak kimi. Bunun da tələffüzündə 2 fərqli məqam var. Bunun da tələffüzündə 2 fərqli məqam. Doğru fikrin altındakı fikirlərə baxaq. 3 kar, 2 cingitili samit. Baxıram, R cingitili, Y cingitili, L cingitili, G cingitili. Deməli, burada cingitili samitlərin sayı 2 yox. R, Y, L və G 4'dür. Ona görə bu yanlış fikirdir. Təmizlik sözü ilə bağlı. Kar samitlə başlayıb, kar samitlə bitir. Bəli, T kar samitdir, X iştirak kar samitdir. Bu doğrunun altından doğru fikirdir. Yanlış. Yazılış və tələffüzü arasında 3 fərqli məqam var. Yox, qeyd etdim ki, hər iki sözün tələffüzü və yazılışı arasında 2 fərqli məqam var. Ona görə yanlış fikrin altından yanlışı götürəcəm. Kar cingitili samit cütlüyü var. Təmizlik sözü ilə bağlı soruşur bizdə. Bəli, T-nın qarşılığı D kimi. Ona görə bu doğru fikirdir və yanlışın altından düz gəlmir. Cavabımız olacaq 2 və 3, o da Y variantı. Deməli, 33-də cavabımız Y olmuş olacaq. 34. Verilmiş fikirlər hansı sözə aiddir? Yazılış və tələffüzü arasında 2 fərqli məqam var. Kar samit cingitili qarşılığı kimi tələffüz edilir. Məsələn, başlayıram həftəlik sözü ilə bağlı. Bunun tələffüzünü qeyd edirəm. Həftəlik şəklində tələffüz edilibdir. Yazılış və tələffüz arasında 2 fərqli məqam var. T-D-yə çevrilibdir. K, X iştirikə bu məqam. Bu fikir doğru fikirdir. Kar samit cingitili qarşılığı kimi tələffüz edilir. Bəli, burada T özünün cingitili qarşılığı kimi tələffüz edilibdir. Cavabımız həqiqətən də burada C variantı olmuş olacaq. Məsələn, sakitlik sözündə bu şəkildə deyiləcək. Sakit
di şəklində. Düzdür, tələffüz və yazılış arasında iki fərqli məqam var. L-dır, ç-x-dir. Amma burada kar samitin özünün cingitili qarşılığı kimi, tələffüzü yoxdur. Ona görə bu fikir yanlış fikirdir. Bunu silmiş olacağım. Yaxud çeşməkli sözünün tələffüzünü qeyd edirəm. Çeşməkli şəklində tələffüz edilib. Ümumiyyətlə bu sözün yazılışı və tələffüzü arasında bir fərqli məqam var. Ç-x kimi, ona görə digər məqamlarına baxmıram. Namərdlik sözünü də qeyd edirəm. Deməli, namərd di şəklində. Doğrudur burada. Baxın, deməli nə doğrudur? Deməli, yazılış və tələffüz arasında d-t-yə çevrilib, l-d-yə çevirib, ç-x kimi iki fərqli məqam yox, üç fərqli məqam var. Ona görə bu sözümüzdə tələbi ödəmir. Digər söz, ölümsüzlük sözünü qeyd edəcəm. Ölümsüz şəklində tələffüz ediləcək. Doğrudur, yazılış və tələffüz arasında iki fərqli məqam var. L-d əvəzlənməsi, ç-x əvəzlənməsi. Amma kar samitin özünün cingitili qarşılığı kimi tələffüzü yoxdur. Ona görə həqiqətən də isbat etmiş olduq ki, doğru cavabımız 34-cü testdə C variantıdır. Tələffüzü düzgün göstərilməyən. Baxıram nədə? Məsələn, Y-dən baxaq. Döşək yazılır, döşək deyilir. Düzdür. Yoxsulluq yazılır, yoxsulluq deyilir. Bu da düz. Təftiş yazılır, təftiş yoxlama. Təftiş deyilir. Bu da düz. Kələkbaz yazılır, kələkbaz deyilir. Bu da düz. Tədqiqat yox. Baba baxın, yazılır belə. Deməli, tədqiqat, araşdırma. Baxın, biz demişik söz ortasında deməli cingitili samit q olan deməli müxtəlif məqamlarda müxtəlif cür tələffüz edilə bilər. Məsələn, iki said arasında özündən sonra cingitili samit gələrsə, sözün əvvəlində adətən q kimi deyiləcək. Söz ortasında özündən sonra kar samit gələrsə, k kimi deyiləcək. Burada bu məqam yoxdur. Biz tədqiqat demirik. Niyə özümüzü əziyyətə salırıq ki? Tədqiqat sözünün yazılışı və tələffüzü arasında fərq yoxdur. 35-ci testin cavabı olacaq A variantı. Belə. Davam edirəm 36-cı testlə. Baxın, deyir ki, abrını ətəyinə bükmək frazoloji birləşməsinin qarşılığını bizdən soruşur. Nədir? Abrını ətəyinə bükmək frazoloji birləşmədir. Yəni, bərk danlamaq mənasında, töhmətləndirmək, biabr etmək mənalarını ifadə edir. Sinonim kimi deyirik. Biz bilirik ki, frazoloji birləşmənin sinonimi, onun qarşılığı, yaxud antonimi, amonimi də frazoloji birləşmə olmalıdır. Yəni, abrını bükmək frazoloji birləşməsinin izahı anlamı bərk danlamaq, töhmətləndirmək, biabr etmək deməkdir. Aydındırmı? Amma qarşılıq olaraq, sinonim olaraq nə olacaq? Məsələn, abrını vermək, abrını tökmək, abrını aparmaq, sıxıb suyunu çıxartmaq, ağ yuyub, qara sərmək, aydındırmı? Bu mənalar ifadə edir. İndi burada baba, cavabımız məsələn, evə gec gəldiyimə görə anam məni yaş yuyub, məni quru yuyub yaş sərdi. Yəni, məni neynədi? Məni töhmətlədi, məni bərk danladı. Ona görə cavabımız 36-da D variantı olmuş olacaq. Hansı cümlələrdə bir-birinin qarşılığı kimi işlənə bilən sözlər var? Baxıram, ixtisas seçimindən əvvəl götür qoy elədim. Bugünə qədər Babəkin ağciyərliyinin fərqində olmamışam. Ağciyərlik nə deməkdir? Qorxaqlıq deməkdir. İndi baxaq, variantlarda qorxaqlıq var. Onun qorxaqlığı o qədər hiss olunur ki, əlindəki silah belə təsəlli olmurdu. Bəli, qorxaqlıq, ağciyərlik. Cavabımız nə olacaq? 2 və 5, o da B variantı. 2 və 5 variantı deməli harda var, həm də D-da var. 1-3-ə baxaq. İxtisas seçimindən əvvəl götür qoy elədim. 3-də o nəyisə xəyalına gətirdi və nəhayət astadan dinləndi. Bəlkə də burada düşünə bilərsiniz ki, götür qoy eləmək və xəyalına gətirmək. Bunları deməli qarşılıq kimi düşünə bilərsiniz. Birincisi, bizdən qarşılıq soruşursa, adətən sinonim kimi baxmalıyıq biz. Götür qoy eləmək mürəkkəb feildir, xəyalına gətirmək frazoloji birləşmədir. Yəni, bunlar bir-biri ilə qarşılıq təşkil edə bilməz. Bu birinci məqam. İkinci bir məqam. Deməli, bunlar ayrı-ayrı həm də anlayışlardır. Yəni, adam hər ağlına gətirdiyini götür qoy eləmir də, aydındır. Ona görə 1-3 variantımız düz gəlmir. Cavabımız olacaq nə? B variantı. Altından xətt çəkilmiş ifadənin düzgün mənalarını bizdən soruşmuş olacaq. 38-də
Əgər rəhbərlik bu işə qol qoymasa, çətin başa gələn işdir. Ümumiyyətlə qeyd edim ki, sizə əziz deməli abituriyentlər, qol qoymaq frazeoloji birləşməsi müxtəlif mənalarda işlənə bilər. Məsələn, bir mənası imzalamaq mənası. Məsələn, müqaviləyə qol qoydu, imzaladı. Digər mənası töhfə vermək. Məsələn, bu layihəyə o da öz qolunu qoydu, yaxud mən də öz qolumu qoydum, töhfə vermək. Aydındırmı? Daha sonra qol qoymaq ifadəsi deməli razılaşmaq, razılıq vermək mənasını ifadə edir. Düzdürmü? İndi burada görə hansı mənanı ifadə etdi? İmza çəkmək mənasını, yoxsa razılıq vermək? Əgər rəhbərlik bu işə qol qoymasa çətin başa gələr. Məzmundan aydın oldu ki, razılıq verməsə iş çətin başa gələr mənasını ifadə edibdir. Ona görə 2 yox, burada deməli 1 olan variantı biz axtarmış olasıyıq. Digər cümlədə ana istəmirdi ki, ana ilə kiçik oğlun arası açılsın, üz-göz olsunlar. Üz-göz olmaq da frazeoloji birləşmədir. Mənası münasibəti pozulmaq deməkdir. Üz-üzə baxmaq bu həqiqi anlamda ümumiyyətcə bizdən izahını, mənasını soruşur. Biz onun frazeoloji birləşmə kimi də götürə bilərik. Frazeoloji birləşmə olmayan məqamına da baxa bilərik. Üz-üzə baxmaq, üz-göz olmaq. Üz-göz olmaq burada münasibətin pozulması deməkdir. Narazılıq yaranmaq mənasını ifadə edir. Ona görə cavabımız nə olacaq? 1 və 3 Y variantı olmuş olacaq. Sözlərdən biri ancaq termin kimi işlənir. Məsələn, enerji sözü həm müştəq sözdür, həm də fiziki termindir. Güc sözü də həmçinin, zərf sözü həmçinin deyək ki, həm termin söz kimi işlənir. Azərbaycan dili termini həm də bağlama mənasında ümumiləşdirək sözdür. Bənd sözü ədəbiyyat termini kimi işlənir, həm də ümumiləşdirək sözdür. Mübtəda sözü isə yalnız termin kimi işlənən sözdür. Cavabımız nə olacaq? B variantı olmuş olacaq. Hansı cümlədə leksik mənaya malik olmayan söz? Yəni söhbət nədən gedir bizdən? Köməkçi nitq hissəsindən gedir söhbət. O da C variantında sanki sözü var ki, köməkçi nitq hissəsində onun leksik mənası yoxdur. Cavabımız olacaq C variantı. Biz davam edəcəyik, mətn tapşırığı ilə davam edəcəyik. Deməli, bu mətnimizin adı nədir? Seçim mətnidir. Deməli, bu mətndə nədən söhbət gedir? Birinci bu haqda bir dənə qısa məlumat verim sizə. Deməli, bu mətn parçası Fərman Kərimzadənin Qoca Qartalın ölümü əsərindən bir hissədir. Deməli, məsələ nədən ibarətdir? Bir gün Əfşar tayfasının bir baş biləni Nadirlə görüşür. Deyir ki, bəs İran mülkü şahsız qalıbdır. Səfəvilər sülaləsi bitibdir çünki. Hakimiyyətə yeni bir sülalə gəlməlidir. Təbii ki, bu sülalə yeni bir başçı qılınc gücünə, qan hesabına taxta çıxmamalıdır. Çünki bu xalqı yorubdur artıq. Və odur ki, bütün böyük tayfalar sözü bir yerə qoyurlar ki, seçki yolu ilə şah seçsinlər. Və tayfaların baş bilənləri deyir ki, Kürlə Arazın qovuşduğu yerdəki o su qovuşanda Qalaçay kəndində o bütün belə deyək tayfalar toplaşsınlar və seçki yolu ilə İran deməli mülkünə bir şah seçsinlər. Aydındırmı? Və həmin əraziyə gələn tayfaların başçıları, ağsaqqalları içərisində deməli Qarabağ elatının igidi Pənah da var idi. Düzdürmü? Və burada nədir? Məsələ nədən ibarətdir? Deməli, həmin ərazidə toplaşıbdı kimlər? Ən böyük tayfalar, sayından asılı olmayaraq. Yəni, söhbət Əfşar tayfasından gedir, Qacar tayfasından gedir, Ustaclı tayfasından gedir və qeyd olunur ki, bədii nümunədə hər ağsaqqalın yanında bir silahlı da var idi. Amma əvvəlcədən tayfalar razılığa gəliblər ki, bu silahlardan yalnız ağsaqqalları qorumaq üçün istifadə edəcəklər. Daha bir-birlərinə qarşı, tayfalar bir-birlərinə qarşı silah qaldırmayacaqlar. Yəni, ümumi məsələ məzmun bundan ibarətdir. İndi tələsmirik. Deməli, Pənahəli xan burada təsvir edir ki, Qarabağ xanı Pənahəli xan deməli, xoş bir yaz günündə yaxın dostu ilə deməli, Kürlə Arazın qovuşduğu həmin yerə gəlir və o sahildə başqa bir dəstə ilə deməli, rastlaşır və onlar salamlaşırlar və Pənahəli xan sözə başlayır ki, Hacı Çələbi niyə indiyə qədər yığıncaqda öz fikrini deməyibdir və cavab alır ki, deyir ki, Hacı Çələbinin fikri Kür kimi aydındır, amma Arazın suyu onu bulandırmaq istəyir. Yeri gəlmişkən bundan bağlı sual düşəcək. Deməli,
Pənahəli xan cavab verir ki, Qarabağ elatı, yəni Qarabağ cəmaəti, elat cəmaəti Nadirin fikirlərinə tərəfdardır. Yəni tərəfdardır ki, Nadir şah seçilsin. Və həmin adamlardan biri deyir ki, Qarabağda elatdan ayrı nə var ki, şəhəri yox, ticarəti yox, hökuməti yox. Elə işi peşəsi sürünü dağa aparıb arana qaytarmaqdan ibarətdir. Heç bir qala da varsa tikdirməyibdir. Dişdirməmsiz belə deyək. Və bu məsələyə qədər, bu iynəli sözə qədər Pənahəli xan diqqətlə dinləyir və əsəbləşir, əlini xəncərinin dəstəsinə atır. Amma bir anda ürəyində deyir ki, lənət sənə kör şeytan, and içmiş yaxı burada qan tökülməyəcək. Yəni adam əvvəlcədən öz-özünə söz veribdi və həmin sözə də sadiq olur. O özünü ələ alıb deyir ki, niyə tikanlı danışırsınız? Biz bura yığılmışıq ki, ölkəmizə bir hökmdar seçək. Aydındırmı? Və hamımız da onun ətrafında toplaşıb güclü bir məmləkət yaradan. Və kişi tullanıb ata mindi, yoldaşları da onun kimi ata mindilər. Uzaqlaşmadan əvvəl dedi ki, bax kim deyəcək? Biz sonradan görəcəyik ki, həmin kişi Hacı Çələbədir. Deyəcək ki, şahı belə seçməzlər. Pənahəli xana deyir. Şah deyir, darğa deyil ki, əsli kökü nəcabət olmalıdır. Bu köçərlilərin heç birinin də qədim şah sülalələri ilə əlaqəsi yoxdur. Söhbət hansı köçərlilərdən gedir də? Yəni Qarabağlılardan gedir, nə bilim Əfşarlardan, Qacarlardan, Ustazlardan, yəqin ki, məsələ bunlardan gedir. Deməli, qədim şah sülalələrlə onların heç bir əlaqəsi yoxdur. O da deyir, 2000 ildən çox yaşı olan Şirvanşahlar var deyir. Taxtın müqəddəratı, bununla bağlı suallar onlara deyir, tapşırılmalıdır. Şəki Şirvanda həmişə bir olubdur. Odur ki, biz bu məclisi tərk edilib, gedib Nadirə də xəbər verə bilərsən. Səhəri gün Nadir şahın tac qoyma mərasimidir və Pənahəli xan da təbii ki, həmin mərasimdə iştirak edir və Nadirin gözlərində qırmızıya çalan bir parıltı hiss edir. Bundan sonra hər kəs Nadirin istənilən əmrinə müntəzir olmalı idi. Yoxsa onu o parıldayan, o qırmızı şimşəyə bənzər onun gözləri qarşısına çıxan hər kəsə külə döndərə bilərdi. Yəni onun qəzəbinə tuş gəlsəydi, adam mütləq şəkildə məhv ola bilərdi. Axşamüstü bir nəfər Pənahəli xanın yanına çağırıb deyir ki, bəs Pənah da görür ki, həmin adam həmişə Nadirin yanında onu çox gördüyü gözlü bir adamdır. Deyir ki, adam deyir ki, mən Nadirin tapşırığı ilə gəlmişəm. Nadir şah sənin xidmətini unutmayıb. Pənah da deyir ki, mən Nadir şaha nə xidmət göstərmişəm ki? Deyir ki, göstərmirsən. Deyir, sən Kür qırağında Hacı Çələbi ilə söhbətin bizə aydındır. Bizə məlumdur. Deməli, Pənah bilmirdi ki, Pənahəli xan bilmirdi ki, əsərin əvvəlindəki bu hissələrdə söhbət etdiyi, iynəli söz eşitdiyi şəxs Hacı Çələbidir. Deməli, bu mətnin sonraki hissələrində biləcək. Pənah təəccüb edir və düşünür ki, mən həmin söhbət zamanı yalnız mənim yaxın dostlarımdan başqa orada heç kəs yox idi da. Bu kim gedib Nadirə bizim bu danışığımızı, dialoqumuzu gedib çatdırıbdır. Düşünür ki, demək şah olmaq üçün təkcə hamının dəstəyini qazanmaq azdır. Gərək hər yerdə gözün qulağın olsun. Bu da Nadirdə varmış. Burada bir Nadirdən bir ehtiyat kimi hiss olunurmu ki, Nadirdən ehtiyat edəcəkmi? Nadir şah deyir, həmin göy-gözlü adam deyir ki, sənə bəy ləqəbi verir və öz yanına da qulluğa götürür. Bu isə çox şərəfli işdir. Bu axşam ağsaqqallarınla məsləhətləş, səhər tezdən dalınca adam göndərəcək. Deməli, o dövrdə, o dövrün siyasi vəziyyəti necə idi? Ağsaqqalların bir sözü iki olunmaz. Bu belə. Mətnin məzmunu ilə qısa bir tanış olduq. İndi mətnin məzmunu ilə tanış olan abituriyentlər bilir. Bilməyənlər üçün bunu bir daha aydınlatmış oldum. Deməli, 41-ci sual. Klasserə əsasən yazıla biləcək fikir. Pənahəli emosiyalara qapılmadan hərəkət edir. Bəli, məsələn, bax, burada o iynəli söz ki var idi. Niyə tikanlı danışırsan deyir. Burada o əlini hətta xəncərin dəstəyinə atır. Sonra deyir, lənət sənə kör şeytan və təmkinini belə deyək də sona qədər qorumağı bacarır. Emosiyalara qapılmır. Bu düz fikirdir. Məqsədi hakimiyyətdə vəzifə tutmaqdır. Pənahın belə bir məqsədini biz bəlkə də var. Amma biz bunu mətndə bunu görmürük. Ona görə cavabımız C və D variantı çıxacaq. 2. Tanımadığı adamlarla ünsiyyətdən qaçır. Düzdür, burada bir cümlə keçir ki, onun yanında öz yaxın dostlarından başqa heç kəs yox idi. Bu demək deyil ki, o tanımadığı adamlarla ünsiyyətdən qaçır. Birincisi qaçsaydı, o şəkillərlə burada neynəməzdi? Burada diyaloqa girməzdi, heç tanımırdı. Sahildə başqa bir dəstə də ayaq saxlamışdı. Pənah onlara salam verib söhbətə başlayır. Ona görə avtomatik olaraq ikinci fikirdə yanlış olmuş olacaq. Özünə verdiyi sözə sadiq qalmağı bacarır. Bəli, burada deyir ki, lənət sənə kör şeytan, and içmiş
demişik ki, burada qan tökülməyəcək. Özünə verdiyi sözə əməl etməyə bacarır ki, əlini xəncərin dəstəsindən çəkir, belə deyək. 3-ü götürəcəm. Ölkənin 4-ə baxım. Yaxın dostların xəyanətinə məruz qalır. Xeyr, burada xəyanət məsələsi yoxdur. Ölkənin bir dövlətdə birləşməsinin tərəfdarıdır. Bəli, bax, əsərin əvvəlində biz nə gördük? Deyir ki, hamımız deyir, onun ətrafında yığılıb güclü bir məmləkət yaradaq. Ona görə həqiqətən də doğru fikrimiz 3 və 5 olmuş olacaq. Müqayisə cədvəlindəki bizdən düzgün fikirləri soruşur. Pənah. Deməli, Nadir Şahdan ehtiyat etmək lazım gəldiyini düşünür. Bayaq mən demişdim. Burada deyir ki, axı o söhbət zamanı mənim yaxın dostlarımdan başqa heç kim yox idi axı. Deməli şah olmaq üçün təkcə hamının dəstəyini qazanmaq lazımdır. Gərək hər yerdə gözün qulağın olsun. Aydındırmı? Deməli burada biz bunu düşünə bilərik ki, bəli, Nadir Şahdan ehtiyat etmək lazım gəldiyini düşünür. Qarabağlıların dəstəyini şah üçün yeganə vacib amili hesab edir. Xeyr, mən bayaq qeyd etdiyim kimi orada müxtəlif tayfalar toplaşmışdı. Məsələn, düzdür, mətndə adı çəkilmir. Məsələn, Əfşar, Qacar, Ustadlı və digər tayfalar və bunların hər birinin dəstəyi vacibdir. Çünki burada deməli toplaşıblar. Haradaydı? Deyir ki, bax burada deyir, hətta biz Hacıq Çələbinin dilindən deyilmiş deyir, bu köçərlərin heç birinin qədim şah sülalələri ilə əlaqəsi yoxdur falan. Bu onu deməyə əsas verir ki, orada bir çox belə deyək də tayfalar və tək Qarabağlılardan ibarət deyil orada toplaşanlar. Ona görə 2 olan variantı nə edəcəm? Tez siləcəm. 3. Köçəri həyat tərzinin o qədər də yaxşı olmadığı qənaətindədir. Bəli, Hacı Çələbə burada onu tikanlı söz deyir. Deyir, işiniz, peşəniz nədən ibarətdir? Ticarətiniz yox, hökumətiniz yox, şəhəriniz yox. Elə ancaq çobançılıqla məşğulsünüz da. Sürünü dağa aparırsınız, arana qaytarırsınız. Bu, bəli, Hacı Çələbinin dilindən deyilmiş fikirdir. Deməli, 1-i götürdüm, 3-ü götürdüm. Ona görə bunu da siləcəm. Cavabımız avtomatik olaraq D qalmış olacaq. İndi 5-ə baxacaq. Xalqın maraqlarını düşünərək addım atır. Baxın, Hacı Çələbi və Pənahəli. Pənahəli, bəli, Qarabağlıların marağını güdür, deyir ki, vahid bir dövlət altında birləşək. Hacı Çələbi də deyir ki, mən deyir. Bax, bu hissələrdə də deyir ki, şahı belə seçmirlər, əsli kökü nəcabəti olmalıdır. Nə bilim, hər birinin qədim şah sülalələri ilə heç bir əlaqəsi yoxdur bu köçərilərin. Və s. və ilə axır. Bu, onu deməyə əsas verir ki, Hacı Çələbi öz xalqının maraqlarını düşünür. O tabe olmaq istəmir. O düşünür ki, belə deyək də, deyək ki, Şirvanşahlar var da, oradan bir nəfəri aparıb hakimiyyət başına qoymaq olar İranda. Aydındırmı? O öz xalqının marağını düşünür. Digər tərəfdə Hacı Pənahəli xan da deməli öz xalqının marağını düşünmüş olacaq. 1, 3, 5, 6 fikir bildirərkən üstü örtülü şəkildə danışan şəxs kimdir? Təbii ki, biz bunu Hacı Çələbi ilə bağlı deyəcəyik. Ona görə 6 ola bilməz. Deməli, burada 3-də maraqlıdır. Köçəri həyat tərzinin o qədər də yaxşı olmadığı qənaətindədir. O hissə var da mətndə. Mətnə əsasən Pənah Kür kənarında söhbət edərkən nədən əmin idi? Ondan söhbətin Nadir Şah tərəfindən izlənildiyindən yoxdur. Axırda deyir axı ki, mən yanımda ancaq dostlarım idi. Necə ola bilər ki, Nadirə bu xəbər veriblər? Yalnız yanında olan dostlarının söhbəti eşitdiyindən bəli, bu fikir doğrudur. Nadir Şahın onun öz qulluğuna çağıracağı məsələsi yoxdur. O elad ağsaqqallarının onun mövqeyi ilə razı olmayacağından məsələsi yoxdur. Hacı Çələbinin şahın tac qoyma mərasimə gələcəyindən biz bunu mətndə görə bilməyirik. Ona görə cavabımız nə olacaq? Deməli, 43-cü testdə də B variantı olmuş olacaq. Mətnə əsasən bizdən düzgün fikri soruşur. Nə doğrudur, nə yanlışdır? Pənah şah olmaq üçün yalnız Nadirin dəstəyinə güvənirdi. Biz mətndə Pənahın şah olmaq niyyətini görmürük. Pənah sadəcə olaraq həmin bədii nümunədə gənc bir gənc bir sərkərdədir. Burada onun şah olmaq niyyəti falanı yoxdur. Ona görə 1 olan variantı siləcəm. Qarabağ elatında ağsaqqal sözünə böyük dəyər. Bax, burada elə sonuncu cümlə kifayətdir. Deyir ki, bu axşam ağsaqqallarınla məsləhətləş, səhər tezdən dalınca adam göndərəcəm. Deməli, o dövrdə bəli, ağsaqqalların sözünə böyük dəyər verilir. 2-ni götürəcəm.
İkini götürdüm. Yanlışa baxıram. Hacı Çələbi Qarabağlıların həyat tərzinə kinayə edir. Biz bunu mətndə gördük də, bu neçə dəfə gördük. Dedi ki, işiniz, peşəniz sürünü dağa aparıb arana qaytarmaqdır, şəhəriniz yox falan. Yəni bu doğru fikirdir. Yanlışın altından doğru olmaz. Pənah və Hacı Çələbi bir-birinin qatı düşmənini çevrilir. Biz bu mətndə görmürük. Yanlışdır. Deməli cavabımız olacaq 2 və 4. O da Y variantı. 45-ci sual. Mətnə görə dövrün siyasi mənzərəsini əks etdirən ən dolğun fikri soruşur. Liderlər siyasi qərarlarda səhvlərə yol verirlər. Biz bunu mətndə görmürük. Yəni iki lider gördük biz burada. Pənahla Çələbi. Düzdür, Hacı Çələbi. Bunu görmədik. Demokratik dövlətin qurulması üçün addımlar atılır. Addımlar atılır. Bu maraqlıdır B. Məsələn burada Pənahın dilindən ki deyir ki, hamımız bura yığışmışıq ki, deməli, niyə tikanlı danışırsan? Bax, bu hissəyə baxın, biz yığılmışıq ki, ölkəmizdə bir hökmdar seçək, hamımız onun ətrafında yığılıb güclü bir məmləkət yaradaq. Bu B variantındakı fikirlə hardasa üst-üstə düşür. Amma qurulması üçün addımlar atılır. Hə, sonradan biz burada Nadirin deməli tac qoyma mərasiminin olması, yəni onun şah kimi seçilməsi məsələsini də görürük. B maraqlıdır. Bir dənə bunu saxlayaq. C. Qədim kökü olan sülalə hələ də siyasi nüfuza malikdir. Qədim kökü olan sülalə hələ də siyasi nüfuza malikdir. Məsələn, burada biz Qarabağlıları da deyə bilərik. Hacı Çələbinin mənsub olduğu sülaləni də deyə bilərik. Məsələn, C da maraqlıdır mənə. Xarici qüvvələr siyasi sabitliyə müdaxilə edirlər. Biz bunu görmürük. Xalq hakimiyyətin siyasi mövqeyinə qarşı çıxır məsələsi də yoxdur. B və C arasında qalıram. Deməli, cavabımız nə çıxacaq? B variantı olmuş olacaq. Demokratik dövlətin qurulması üçün addımlar atılır. C. Əgər mətni tam vermiş olsaydı, belə deyək də, bədii əsəri, C-ni də biz doğru kimi götürə bilərdik ki, Qarabağlılar sülaləsi, məsələn, siyasi nüfuza malik olmasaydı, o da o tac qoyma mərasiminə öz töhfəsini verməmiş olmazdı, onlar da səs verməzdilər və s. Amma C variantı bizim verilmiş bu mətnə uyğun deyil. Cavabımız olacaq nə? B variantı. Mətnə görə şah hansı keyfiyyətə malik olmalıdır? Bax, Pənahəli, deməli, Pənaha görə baxaq. Biz mətndə nə gördük? Baxaq. Baxın, biz bu mətnin sonlarına doğru, Pənah ki, deyir ha, şah olmaq üçün təkcə hamının dəstəyini qazanmaq azdır. Gərək hər yerdə gözün qulağın olsun. Bunlar isə nadirdə varmış. Yəni, bu Pənaha görə nə deməkdir? Şah gərək deməli necə ola bilər? Ağıllı olmalıdır. Ağıllı. Yaxud deməli uzaq görən olmalıdır. Hələ ki bura qeyd edirəm. Uzaq görən olmalıdır. Yaxud təcrübəli olmalıdır. Həmin bu fikrə əsasən bax, şah olmaq üçün təkcə hamının dəstəyini qazanmaq azdır. Gərək hər yerdə gözün qulağın olsun. İndi burada bir məqam var, iki məqam var daha doğrusu. İndi mətnə görə götürüb bu cümləni yazan şagird, bu hissəni yazan şagird Pənaha görə bu doğru götürülə biləcək. İndi bu cümlədən çıxış edərək bir ümumiləşdirib o keyfiyyəti deyə bilərik ki, məsələn, ağıllı olmalıdır, təcrübəli olmalıdır. Aydındırmı? Hə, bu təcrübəli məsələsi elə də bax bu cümlədən çıxan o keyfiyyətdir də. Gərək hər yerdə gözün qulağın olsun ki, deməli sən çox ağıllısan, sən uzaq görənsən, sən təcrübəlisən. Bunu da yazan abituriyentin yəqin ki cavabı doğru götürürlər. Hacı Çələbiyə görə, baxın, Hacı Çələbi əsərin əvvəlində deyir ki, baxın, daha doğrusu ortalarında deyir ki, deməli, onu bir dəqiqə tapım. Şahı belə seçməzlər. O harda idi? Bir dəqiqə buranı sileyim. Bu hissədə deyir, şahı belə seçməzlər. Şah diddarlığa deyir ki, gərək şahın nəyi olsun? Əsli olsun, kökü olsun, nəcabəti olsun. Bu, Hacı Çələbiyə görə, gəlirəm burada, Hacı Çələbiyə görə şahın nəyi olmalıdır? Əsli olmalıdır, nəcabəti olmalıdır, əsli, nəcabəti olmalıdır, düzdür. Ondan sonra necə dedi burada? Kökü olmalıdır,
kökü olmalıdır. Yəqin ki, bunu cavablarda mətnə görə həmin cümlələri istəyəcəklər sizdən. Heç burada ağıllı, təcrübəliyini də hiss edirəm, uzaq görənliyi də hiss edirəm. Burada da Pənah üçün də ən sonuncu cümləni ki, şah olmaq üçün gərək hamının dəstəyini qazanmaq azdır, gərək hər yerdə gözün qulağın olsun. Yəqin ki, bu cümlələri yazmaq tələb olunar. Yox, əgər indi kimsə ağıllı, təcrübəli, uzaq görən yazıbsa Pənaha görə, Hacı Çələbiyə görə güclü olmalıdır, yəni qətiyyətli olmalıdır fikirlərini yazıbsa, indi bunu da düz götürərlərsə nə gözəl. Həmin cümlələrdən çıxan keyfiyyət, xüsusiyyət budur. Tünd hərflə verilmiş ifadələrin mənalarını bizdən soruşur. Deməli, sülalə sözü və müqəddərat sözü. Sülalə sözü nə deməkdir? Yəni, eyni nəsildən, bax, eyni nəsildən olan, taxtac sahibləri olan, mənalarını ifadə edir də. Deməli, sahibləri olan ailə, yaxud da ki, nəsil, soy, bu mənaları ifadə etmiş olacaq. Müqəddərat sözü isə tale mənasında ifadə edir. Məsələn, uşaqların müqəddəratı ilə əvvəlcədə məşğul olmaq lazımdır. Belə, tale mənasını. Görək, burada hansı mənada işlənibdir? Bir dənə mətndə baxaq. Taxtın müqəddəratı onlara tapşırılsın. Deməli, bir şeyin, yəni hansı mənanı ifadə edir burada? Bir şeyin sonraki taleyi, gələcəkdə yaşaması və inkişaf etməsi üçün şəraiti gələcək. Yəni, burada o mənanı ifadə edibdir. Ona görə indi müqəddərat sözünə, tale sözünü yazana, deməli, mənalarını izah edin deyirsə, sən burada tale sözünü yazsan, yəqin ki, yanlış götürəcəklər. İndi burada nə yazacaqsan? Hər hansı bir şeyin, sonrakı taleyi, bir şeyin, deməli, sonrakı taleyi, gələcəkdə yaşaması və inkişaf etməsi şəraiti. İnkişaf etməsi şəraiti. Bizdən nəyi soruşdur? Həmin ifadələrin mənaları. Sülalə nə oldu? Eyni nəsildən olan, taxtax sahibləri olan ailə, nəsil, soy. Müqəddərat nədir? Bir şeyin sonraki taleyi, yəni gələcəkdə yaşaması və inkişaf etməsi üçün şəraiti. Mənasını ifadə etmiş oldu. Davam edəcəm 48-ci testlə. Pənahın əsəbləşməsinə səbəb olan iradı müəyyən edin. Bax, burada irad nədən ibarət edir? Hacı Çələbi ki, ona deyir ki, siz elə sürünü dağa aparıb, dağa gətirmək, şəhəriniz yox, ticarətiniz yox, hökumətiniz yox. Belə yazacaqsınız ki, Hacı Çələbinin, indi o hissədə deyəcəm, şəhər yox, ticarət, hökumət yox, elə sürünü dağa aparıb arana qaytarırsınız. Vaxt tapıb bir qala da varsa tikməmisiniz. Belə yaza bilərik ki, bura əsəbləşməsinə səbəb olan irad, deməli, Hacı Çələbinin ona şəhərlərinin, ticarətin, hökumətin, qalanın, ara getdi o. Deməli, Hacı Çələbinin ona şəhərlərinin, ticarətin, məmləkətin, qalanın olmadığını, işlərinin ancaq çobançılıq olduğunu deməsi. Məsələ budur. Hacı Çələbi ona deyir ki, sizin şəhəriniz yox, ticarətiniz yox, məmləkətiniz yox, qalanınız yox, işiniz ancaq çobançılıq. Bu, deməli, Pənahın əsəbləşməsinə səbəb olan nədir? İraddır. Davam edirəm, deməli, 49-cu sualına. Burada bulandırmaq sözünü verir. Bizdən nə soruşdu? Altına xətt çəkilən sözlərlə bağlı düzgün cavabı bizdən soruşur. Deməli, bulandırmaq sözü, bir də tükənmək. Görə, tikanlı sözü. Baxın, görün. Burada mətnin əvvəlində idi bulandırmaq. Deyir ki, Hacı Çələbinin fikri
kür kimi aydındır, amma Arazın suyu onu bulandırmaq istəyir. Bulandırmaq sözü təbii ki, burada məcazi mənada işlənibdir. Yəni fikrini qarışdırmaq, çaşdırmaq mənasında. Digər sözü isə tikanlı. Niyə tikanlı danışırsan? Burada tikanlı sözü də məcazi mənada işlənibdir. İndi bizdən yəni tikanlı deyək ki, bağça olsa, hə, tikanlarla dolu bağça, bu həqiqidir. Tikanlı danışmaq, tikanlı söz məcazidir. İndi buradan qeyd edirəm, bulandırmaq da məcazi, tikanlı da məcazi. Digər mənada cümlədə işlənməsi. Məsələn, bulandırmaq sözünü. Məsələn, uşaq, qısa cümlə yazıram, suyu bulandırdı. Bulandırdı. Bu da həqiqi. Yaxud tikanlı ərazilər təmizləndi. Həqiqi mənada da bu şəkildə cümlədə işlənmiş oldu. 50-ci sual. Mətnə əsasən sxemi tamamla. Pənahın çay kənarında söhbət etdiyi adamın Hacı Çələbi olduğunu əvvəldən bilirdimi? Yox. İlk söhbət zamanı müəyyən etdi? Yox. Nə zaman bildi? Sonradan. Biz bunu əsaslandıracağıq. Necə əsaslandıracağıq? Hansı ki, Pənahın yanına gələn o göygöz adam ki var idi ki, burada deyir, Nadir deyir ki, Pənah həmin adamı deyir, Nadir Şahın yanında çox görmüşdü və deyir ki, mən Nadirin tapşırığı ilə gəlmişəm, sənin xidmətini unutmayıbdı Nadir Şah. Yəni, qısası, deyir, Kür qırağında şəkili Hacı Çələbi ilə söhbətindən xəbərdarı Pənah təəccüb edir ki, axı həmin söhbət zamanı yanlarında öz yaxın dostlarından başqa heç kəs yox idi. Bax, burada bu hissiyə əsasən biz deyə bilərik ki, Pənah bilmirdi ki, onun söhbət etdiyi şəxs Hacı Çələbidir. İndi biz bunu necə əsaslandıra bilərik? Necə öz sözlərimizdən yaza bilərik? Yazacağıq ki, deməli, mətnin sonda qısa yazaq. Pənahın yanına gələn göygöz adamın ona Hacı Çələbi ilə söhbətini xatırladır. Pənah da məsələn düşünür ki, deməli bu söhbəti Nadir Şaha, Nadirə kim çatdırmış olar? Kim çatdırmış olar? Axı onun yanında yalnız dostları idi. İndi mən qısa yazdım. Biz bunu hardan bildik, sonradan deyilir. Məhz o göygöz adamın Pənahın yanına gələrkən demə məqamında. Belə, növbəti mətndən biz davam edəcək. Bu da çox maraqlı bir mətndir. Mikroskopik aləmin qeyri-adi canlıları suaylar. Bax, qısa məlumat verəcəm burada da. Deməli, elmi ədəbiyyatda adı Tardigrad adlanır və yer üzünün ən dayanıqlı canlılarından biridir. Bax, indi onun fiziki görünüşünə bax, bununla bağlı sual da düşəcək. 0,1-1,5 mm ölçüdədir. Özdə 8 ayaqlı orqanizmdir. Necə, harda görünür? Mikroskop altında. Harda biz ona rast gəlirik? Deməli, yox. Bu canlılar həm isti vulkanlarda, eləcə də Antarktidada buzlaqlar arasında belə deyək də yaşaya bilirlər. Onlara biz torpaqda, yosunlarda, hətta evdəki su filtrlərində də rast gələ bilərik. Deməli, su ayıları 1773-cü ildə Alman zooloqu Goeze tərəfindən ilk dəfə müşahidə edilib. 77-ci ildə, yəni 4 ildən sonra İtalyan bioloqu Spallanzani bu canlılara tardigrad adı verilir. Yəni yavaş addımlayan adını veribdir. Bu ad onların yavaş, pilləli, az qala oyuncağı xatırladan hərəkət tərzinə işarədir və maraqlıdır ki, bu ad bu gün də elmi ədəbiyyatda istifadə olunur. Bu canlılar çox çətin və yaşamağın tamamilə yararsız görünən şəraitlərində belə sağ qala bilmə qabiliyyəti ilə məşhurlar. Mənfi 272 dərəcə temperaturda yaxud 150 dərəcə temperaturda onlar həyat fəaliyyətini davam etdirə bilirlər. Bu canlılar 6000 mm civə sütunundan çox təzyiqə belə nələrsə yazasıyıq buna aid fikirlər. Bundan əlavə güclü radiasiyaya da kimyəvi maddələrin təsirinə qarşı da müqavimət göstərə bilirlər. Ən təəccüblisi isə odur ki, su ayıları kosmosda belə sağ qala bilirlər. Baxın, 2007-ci ildə
Avropa Kosmik Agentliyinin təşkil etdiyi TARDIS adlı təcrübə zamanı bir neçə tardiqrat nümunəsi birbaşa baxın günəş şüalarının bir də vakuuma məruz qoyulmuş. Vakuum nədir? Havasızlıq. Yerə qayıtdıqdan sonra onların əksəriyyəti həyat fəaliyyətini uğurla davam etdiribdi. Bu hadisə elm aləmində onların kosmik canlılar adlandırılmasına səbəb oldu. Bu canlıların sağ qalmasının əsas sirri kriptobios adlı biyoloji proseslə bağlı. Nədir deyəcəm testlərin izahında? Quraqlıq, ekstremal soyuq, oksigen çatışmazlığı, radiasiya şəraitində su ayıları bədəndəki suların 97%-ni itirib, metabolizmlərini minimuma endirirlər. Bu vəziyyətdə onların həyati funksiyaları demək olar ki, tamamilə dayanır. Lakin illər sonra, 10 illər sonra hətta keçsə belə yenidən normal mühitə düşəndə onlar oyanırlar, fəaliyyətlərini davam etdirirlər. Deməli, tardiqratların genomu da unikal quruluşa malikdir. 2015-ci ildə bir tədqiqat aparılıbdır. Onların genomunda kənar orqanizmlərə məxsus genlərin olduğu aşkar edilibdir. Bu, horizontal gen transferi adlanan proseslə izah olunur. Bu üsullar, onlar digər canlılardan genetik material uğurlaya bilirlər. Bu genetik elastiklik onların yeni şəraitə çevik uyğunlaşmasını nə etmiş olur? Təmin etmiş olur. Baxın, alimlər bu canlıları öyrənməklə təkcə ekstremal mühitə davamlılıq mexanizmlərini deyil, həm də biotexnologiya, 2 tibbi konservasiya, 3 dərman istehsalı, 4 hətta kosmosda həyat ehtimalları kimi sahələrdə yeni üfüqlər açmaq niyyətindədirlər. Bu mətnin ümumi məzmunu ilə bir daha tanışlıqdır. İndi bunları silirəm. Bir suallara baxıram. Burada maraqlı bir termin ifadələr var. Onların izahlarına baxasıyıq. Öyrəndiyimizi dərindən öyrənək. Burada mən filan qədər düzüm oldu, filan qədər səhvim oldu. Məsələ bu deyil. Məsələ odur ki, öyrənmə. Mətnə görə səbəbini müəyyən etmək mümkün deyil. Su ayılarının kosmik canlılar adlandırılması. Ona görə kosmik canlı adlandırıblar ki, bunları aparıblar, kosmosa aparıblar, günəş şüasına və bir də havasızlığa məruz qoyublar. Görüblər ki, onların əksəriyyəti, hamısı yox, əksəriyyəti həyat fəaliyyətini davam etdiriblər. Ona görə onlara kosmik canlılar deyilir. Bunun səbəbi var. Su ayılarının genomunda yad cisimlərə məxsus genlərin olması. Bəli, bunun da səbəbi var. Onların genomunda kənar orqanizmlərə məxsus genlərin olduğu aşkar edilibdir. Bu da onunla izah olunur ki, horizontal gen transferi adlanan proseslə. Bu da var. Ölçülərin kiçik olmasının səbəbi yoxdur. Su ayılarının elmi ədəbiyyatda tardiqrat kimi qeyd edilməsi, bəli, ona ad veriblər də, yavaş yeriyən mənasını ifadə edir. Yavaş addımlayan hərəkətsizliyinə görə. Bu da var, kriptobiz zamanı metabolizm minimuma endirilməsinin. O da var. O da harda idi? Deməli, bədənlərindəki suyun 97%-ni itirib, metabolizmləri minimuma endirirlər. Bu da onların buna səbəb nədir? Quraqlıq, ekstremal soyuq, oksigen çatışmazlığı, yüksək radiasiya şəraitində deməli su ayılarının bədənlərinin 97%-ni itirib metabolizmlərini minimuma endirmələri onunla əlaqəlidir ki, deməli onlarda deməli kriptobiz adlanan bioloji proseslə bağlı olduğu məsələsi var burada. Ona görə bunun da səbəbi var. Cavabımız həqiqətən də 51-də C olmuş olacaq. Beləliklə mikroskopik ölçüsünə baxmayaraq su ayıları yer kürəsinin ən heyrətamiz, ən sirli, ən ilham verici canlılardan biri hesab olunur. Biz bunu mətnin neçənci abzasına artırsaq daha məqsədə uyğundur, maraqlıdır. Mən bunu necə biləcəm ki, mən bunu nə bilim 5-ə də qoya bilərəm, 3-ə də qoya bilərəm, 4-ə də qoya bilərəm, ümumi mətnin məzmunundan çıxış edərək. Burada açar sözlər var. Məsələn, götür heyrətamiz sözünü götür. Bax, bu açar söz sənə köməklik etmiş olacaq. Birinci abzas, ikinci, üçüncü, dördüncü, deməli 5, 6, 7. Bizə hansı abzasları soruşur? Neçədən başladı? 3, 4, 5, 6, 7. 3-dən bu tərəfə baxacağam. Deməli 3. Deməli mənfi 272-də sağ qalırlar, 150-də sağ qalırlar. Hətta güclü radiasiya, kimyəvi maddələrin təsirinə qarşı müqavimət göstərə bilirlər. Bu məsələ də var. Biz bunu 3-ə də qoya bilərik, eləmi? 4-ə baxaq. Deməli 4-ün 1, 2, 3 bu oldu. 4, 5. Onların kosmosa aparılması, günəş şüalarının vakuuma məruz qoyulması və əksəriyyətin həyat fəaliyyətini davam etdirməsi məsələsi. 4 və 5. Quraqlıq, ekstremal soyuq, oksigen çatışmazlığı.
Biz bunu böyük ehtimalla 5-ci abzasa qoyasıyıq. Bayaq mən dediyim kimi heyrətamiz, sirli və ilham verici məsələsi ifadəsinə görə. Çünki deməli, burada nə dedi 5-də? Bu canlıların sağ qalmasının əsas sirri kriptobiyoz adlanan bioloji prosesdən bağlıdır. Baxın, quraqlıq, ekstremal soyuq, oksigen çatışmazlığı, yüksək radiasiya şəraitində su ayıları bədənlərinin 97%-ni itirib, metabolizmlərini minimuma endirirlər. Bu vəziyyətdə onların həyat funksiyaları demək olar ki, tamamilə dayanır. Lakin 10 illər, hətta illər, 10 illər keçsə də yenidən normal mühitə düşdükdə sanki oyanır və fəaliyyətlərini əvvəlki kimi bərpa edirlər. Bax, bu insanda bir heyrət doğurur da, düzdür. Bu bir sirdir sanki. İlham verici məsələsi var burada. Ona görə biz bunu düşünürəm ki, 5-ci abzası artırmağımız daha düzgün olar. İndi bilmirəm, ola bilsin ki, cavabda bunu 3 də verə bilər, bilmirəm. Amma böyük ehtimalla burada cavabım, mənim düşünürəm ki, burada 100% cavab C variantıdır. Fikirlər fərqli ola bilər. Mətnə görə horizontal gen transferinin su ayılar üçün faydası nədən ibarətdir? Horizontal gen transferi harda idi? Bir dənə ona baxaq. Horizontal gen transferi. Aha, sonlardaydı da. Onların genində. Horizontal gen transferi adlanan proseslə izah olunur. Bizdə necə soruşdu? Mətnə görə horizontal gen transferinin su ayıları üçün faydası nədən ibarətdir? Faydası ondan ibarətdir ki, deməli, bu üsulla tardiqratlar digər canlılardan genetik material oğurlaya bilirlər və bu da genetik elastiklik onların yeni şəraitə çevik uyğunlaşmasını tələb edir. Yeni şəraitə çevik uyğunlaşması. Ekstremal şəraitə tez uyğunlaşma. Cavabımız aldı. Hərəkət qabiliyyəti artmır. Onlar asta yeriyir. Orqanizmin ölçüləri nisbətən böyüyür. Yox, su itkisini qorumaq yox, radiasiya yox. Cavabımız olacaq nə? A variantı olmuş olacaq. Belə. 54. Mətnə görə su ayıları ilə bağlı biliklər hansı sahələrin inkişafına təkan verir? Bu mətnin son cümləsidir. Bax, son cümləsidir. Deyir ki, alimlər bu canlıları öyrənməkdə təkcə ekstremal mühitlərə davamlılıq mexanizmlərini deyil, eyni zamanda biotexnologiya, tibbi konservasiya və dərman istehsalı, hətta kosmosda həyat ehtimalları. İndi biotexnologiya nədir? Tibbi konservasiya nə deməkdir? Bunlara biz mətnə əsasən baxmış olaq. Ümumiyyətlə, tibbi konservasiya nə deməkdir? Tibbi konservasiya insanın sağlamlığını, onun orqanlarını və ya toxumalarını qoruyub saxlamaq məqsədi ilə aparılan tədbirlər və üsullar mənasında işlənir. Bax, insanın orqan və ya toxumaları. İndi burada baxaq, orqan və toxumaların uzun müddət qorunması məsələsi. 4-ü götürəcəm. Bəs biotexnologiya anlayışına da bir aydınlıq gətirək. Biotexnologiya nədir? Necə deyim sizə? Məsələn, canlılardan istifadə edərək, müxtəlif canlılardan dərman, qida, peyvənd, enerji və kənd təsərrüfatı məhsulları hazırlamaq üsuludur. Aydındırmı? Nədən istifadə etdim mən? Müxtəlif canlılardan istifadə etdim. Nə hazırladım? Dərman, yaxud qida, nə peyvənd, nə hazırladım? Enerji, yaxud kənd təsərrüfatı məhsulları. İndi buna uyğun fikir burada nə ola bilər? Yüksək temperaturda dərmanların formasının itirməsi məsələsi. Bunsa radiasiya vasitəsilə yeni enerji mənbəyinin kəşfi məsələsi yoxdur. Kosmosda canlıların qorunması texnologiyası, 3-ə hələ ki saxlayaq. Qida məhsullarının konservləşdirilərək saxlanılması məsələsi. Bəli, dedim axı, canlılardan istifadə edib müxtəlif kənd təsərrüfatı məhsulları hazırlamaq, yəni necə deyim, onları konservləşdirilib saxlanılması məsələsi də uzun müddət qala bilər. Ona görə 5-i də götürsəm, 4-5 harda var? 4-5 harda var? Bunda. Birə də baxaq. Nə qaldı burada bizdə? 1-4-5, 2-4-5. Radiasiya yox, 3 səhvdir. Yüksək temperaturda dərmanların formasının itməməsi. Bəli. Burada dərman istehsalı məsələsi. Bəli, axı burada dedi, həmin canlılar, bax bu canlılar mənfi temperatura da dözür, müsbət 150 dərəcəyə də dözür. Yəni biz bu canlılardan istifadə edərək, deyək ki, yüksək temperaturda dərmanların formasının itməməsinə, keyfiyyətin itməməsinə biz nail ola bilərik. Düzdür, ona görə biri də götürəcəm. Cavabımız nə olacaq? 1-4-5. Təbii ki, bu sual müəyyən mənada bir terminlərin mənasını bilən abituriyent üçün rahat sualdır. Məntiqlə də tapmaq olur.
İndi baxıram. Mətnə görə cədvəldəki düzgün fikirləri, bax düzgünləri soruşur bizdən. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Alimlər su ayısını dünyanın ən kiçik canlısı hesab edirlər. Mətndə belə bir məlumat varmı? Baxıram. Su ayısını ən kiçik, ən dayanıqlı canlılardan biri kimi var, ən kiçik yoxdur. Biri sildim. Bir olan variantım getdi. Qidasız bir il yaşaya bilmək su ayısı üçün adi haldır. Belə bir fikir yoxdur. Həm su, həm də quru su ayısının uyğunlaşa bildiyi mühitdir. Mətndə bu Antarktida məsələsi var idi burada. Baxaq, onu görək harda idi. Deməli, Antarktida məsələsi burada. İstərsə donmuş Antarktidada buzlaqlarda yaşaya bilirlər. Antarktidada ağaylar var da, düzdür, soyuğa davamlı. Ona görə üçü biz götürə bilərik. Uyğunlaşdığı bildiyi mühit. Müəllim, burada ağayın adı çəkilmir, bax. Mühitin, onun uyğunlaşdığı mühit məsələsi. Antarktida. Ona görə ona əsasən soruşur. Üçü götürəcəm. Deməli 2 yoxdur. Deməli ya 3 4 6-dır ya 3 4 5. Mətndə məlumat yoxdur. Görkəmcə ayıya bənzəyən bu canlının adı bu bənzərlikdən yaranır. Belə şey var mətndə. Məlumat yoxdur da. Su ayısı quruya nisbətən suda daha sürətlə çoxalır. Belə bir fikir də yoxdur. Təxminən 200 il 50 ildir ki, su ayısı alimlərin maraqdır. Bax indi hansı ildir? 2025-ci il. Su ayılar nə var? 1700 neçənci il idi? 1700 deyək ki 73. 1773 çıx 2 5 deyək ki 3. Təxminən deməli 200 2 nədir? Burada 1-i vermişdim. 2. 252. Bəli. Təxminən 250 ildir ki, su ayıları alimlərin maraq dairəsindədir. Bəli, çıxdım. 6 mətndə var. Ona görə 6-nı da siləcəm. Cavabımız nə olacaq? 3, 4 və 5. Baxın, 56 deyir ki, hökm verib doğru yanlış və əsaslandırma tələb edir. Su ayıları ancaq havasız şəraitdə məhv olurlar. Bu fikir yanlışdır. Müəllim, niyə yanlışdır? Baxın, vakuum məsələsi var idi burada. Aparıblar onları kosmosa, günəş şüalarına və vakuuma məruz qoyublar. Düzdür? Vakuum nə deməkdir? Havasızlıq. Amma deyir, yerə qayıdandan sonra onların əksəriyyəti həyat şəraitini, fəaliyyətini uğurla davam etdiriblər. Deməli, havasızlıq onları məhv etmək üçün nə deyil? Şərait deyil. Ona görə bu yanlışdır. Əsaslandırırıq ki, əsaslandırma necədir? Yazırsınız ki, məsələn, 2007-ci ildə, bax bu hissəni, 2007-ci ildə Avropa Kosmik Agentliyi onlardan bir neçəsini, deməli, kosmosa aparıb, günəş şüalarına, qoyun buradan yazın, əsaslandırmağımız. Deməli, 2007-ci ildə, deməli, Avropa Kosmik Agentliyi, qısada yazacağım, Avropa Kosmik Agentliyi, onlardan, onu qısa yazıram, bir neçəsini kosmosa aparmış, günəş şüalarına və vakuuma məruz qoymuşdular, bax yazmıram, və deməli, yerə qayıtdıqdan sonra əksəriyyəti həyat fəaliyyətini uğurla davam etdirmişdi. Həmin cümləni yazdın, oldu əsaslandırman. Mənfi 272 dərəcə Selsius su ayılarının yaşaması üçün ən ideal temperaturdur. Xeyr, bu da yanlışdır. Çünki su ayıları bu temperaturda da yaşaya bilir. 150 dərəcədə də yaşaya bilir. Aydındır, istidə. Bax, ona görə həmin hissəni köçürürsünüz ki, buradan. Deməli, su ayıları mənfi 272 Selsius dərəcə temperaturda belə bir neçə gün yaşaya bilir. Eləcə də 150 dərəcəyə qədər qızdırıldıqda da, yəni isti şəraitdə də onlar həyat fəaliyyətini davam etdirə bilirlər. Ona görə həmin cümləni də götürüb gətirib buradan yazırsan, köçürürsən bura, maksimum balını almış olursan. Nöqtələrin yerinə məzmuna uyğun 2 dənə ifadə yazın. Nöqtələr harda idi? Bir dənə buna baxaq. Deyir ki, bu canlılar, bax bu hissədədir, bu canlılar 6000 mm civə sütunundan çox təzyiqə belə, bura yazırıq. Təzyiqə belə, nə yaza bilərəm mən? Çox şey yaza bilərəm. Bir dəqiqə, 2 dənə fikir deyilmi? Məsələn, davam gətirə bilirlər, təzyiqə belə davam gətirə bilirlər, nə bilim, müqavimət göstərə bilirlər, yaxud yaşaya bilirlər, nə bilim, tab gətirə bilirlər, tab gətirir,
Nə bilim, ölmədən sağ qala bilir. Ölmədən sağ qala bilir. Bu fikirlərdən hər hansı birini kim yazıbsa doğru olmuş olacaq. Su ayılarının elm aləmində unikal canlı kimi qəbul olunmasının iki səbəbini yazın. Gəlin yazaq. Ümumiyyətcə, unikal nə deməkdir? Unikal təkrarsız. Təkrarsız. Yəni, bənzərsiz. Bənzərsiz mənalarını ifadə edir. Düzdür. İndi mətnə əsasən görək unikallıq harda var. Unikallıq sonlara doğru gözümüzə dəymişdi. Məsələn, deyir ki, burada tardiqratların genomu unikal quruluşa malikdir. Bu unikallıq nədən ibarətdir? Belə yazırsınız. Bu canlıların genomunda təkrar orqanizmlərə, kənar orqanizmlərə məxsus genlərin olması. Bu canlıların genomunda, bu canlıların genomunda necə dedi? Bu canlıların genomunda kənar orqanizmlərə məxsus genlərin olması. Bu onun unikallığıdır. Bir burada. Çünki mətndə bunu göstərir özü. Genlərin özdə çox olması. Olması yox, çox olması. Başqa unikallıq nədən ibarətdir? Baxın, məsələn, yaza bilərik ki, burada ən təəccüblisi odur ki, nədir təəccübli? Deməli, kosmosa aparıblar günəş şüalarına, birbaşa günəş şüalarına və havasızlığa məruz qoyublar, yerə qayıdıblar, görüblər ki, onların əksəriyyəti həyat fəaliyyətini davam etdirir. Aydındır, bunu da yaza bilərik. Məsələn, qeyd edə bilər ki, kosmosa aparılan, deyək ki, bu canlılar birbaşa günəş şüasına və vakuma məruz qaldıqda belə yerə qayıtdıqdan sonra həyat fəaliyyətinin davam etdirməsi. Bu da onların unikallığının bir səbəbi kimi yaza biləcəyik. Bu da belə. 59. Mətnə əsasən su ayılarının fiziki görünüşü ilə bağlı iki fikir yazın. Əziz izləyicilər, mən ola bilsin ki, istəyirəm ki, fikrimi tez çatdırım. Ona görə cümlələri tam ora yazmıram, yarımçıq yazıram. Xəttim ola bilsin ki, oxunmaya bilər. Amma mən bunu səsli izah edirəm və mətnin hansı hissəsindən hansı məqamları götürüb yazmaq lazım olduğunu deyirəm sizə. Ona görə diqqətli oluruq. Mətnə əsasən su ayılarının fiziki görünüşü. Fiziki görünüşü elə mətnin əvvəlində mən izahda demişdim. Baxın, onların fiziki görünüşü nə yazacaqsan? Yazacaqsan ki, 1. Demək, 0,1, 1,5 mm ölçüyə malik olmaları və 2, 8 ayaqlı deməli mikroskopik 8 ayaqlı deməli canlılar olması. Mikroskopikə ehtiyac yoxdur. 8 ayaqlı canlılar olması. 2 dənə bu fikri yazırsan. Bir ölçülərini, bir də 8 ayaqdan ibarət olmalarını götürüb buraya yazırsan. Xarici görünüşdən 0,1, 1,5 mm ölçüsü, bir də 8 ayaqlı canlılar olması. Belə. Qarşısına rəqəm yazılmış hansı cümlədə adi şəraitdən fərqlənən qeyri-adi təhlükəli. Bura qədər 1. Sonra təbii fəlakətlərə, hərbi vəziyyətə və s. xas olan mənasını ifadə edən sözü soruşur bizdən. Qarşısına rəqəm yazılmış cümlələrdə həmin söz işlənib deyib baxıram. O da deməli birinci cümlədə yoxdur. İkinci cümlədə ekstremal sözüdür ki, ekstremal. Həmin cümləni yazırsınız. İki cümləni yaz. Quraqlıq, ekstremal, soyuq, oksigen çatışmazlığı və ya yüksək radiasiya şəraitində su ayıları bədənlərindəki suyun 97%-ni itirərək metabolizmlər minimuma endirirlər. Deyir, cümləni yaz burada. Cümləni yaz dedimi? Cümləni rəqəmlə yaz. 2, sözlə yaz. Söz nə oldu burada? Söz də oldu. Ekstremal sözü. Sözdə buradan qeyd edirsən. Ekstremal. Bitdi. Bununla da sən maksimum balını alıb oturmuş oldun, belə deyək. Belə, əziz izləyicilər,
izah verməyə çalışdım. Hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm.